Livegoodda bizim hər birimizin həm qeydiyyat strukturumuz, yəni qeydiyyat ağacımız, həm də matrix ağacımız var. Yəni ikisinə görə ayrı-ayrı qazanc əldə edirik. Və matrix ağacına görə heç kimi dəvət eləyə bilməyən insan da qazanc əldə edə bilər. Bu necə olur? Ümumiyyətlə struktur necə qurulur? Qeydiyyat ağacından birinci başlayaq. Qeydiyyat ağacı bu bütün şirkətlərdə, bütün klassik şəbəkə şirkətlərində olduğu kimidir. Yəni qeydiyyat ağacınız sadəcə sizin dəvət etdiyiniz insanlar və dəvət etdiyiniz insanların dəvətlərindən ibarətdir. 3 dənə variant qoymuşam. 3 dənə variantda baxaq. Misal üçün, bu variantda siz 3 nəfər dəvət etmisiniz. O dəvət etdiklərinizdən biri kimisə dəvət etməyib, biri çoxlu insanlar dəvət edib, biri 2 nəfər dəvət edib. İkinci variantda siz sadəcə 1 nəfər dəvət etmisiniz, baxın, və o 1 nəfər insanlar dəvət edib. Digər variantda da siz 5 nəfər, 5 dənə şəxsi dəvətliniz olub. Bu nə deməkdir? Sizin hər şəxsi dəvətliniz sizin ayrı komandanız kimi düşünün, ayrı qol kimi düşünün bunu. Yəni digər şirkətlərdə olduğu kimi. Yəni 5 dənə qol olmasın, bu indi 5 dənə şəxsi dəvətlidir. 5 dənə olmasın, 20 dənə olsun, 100 dənə olsun qeydiyyatınız varsa, şəxsi qeydiyyatların hər biri ayrı qoldur və onların dəvətlərinin dəvətləri bu cür inkişaf edir. Amma bizim bununla yanaşı, yəni buradan əldə etdiyimiz qazanclarla yanaşı, hansı ki biz buradan bunlara uyğun əlavə qazanclar əldə edirik, dərinlik qazancı, referal qazancı, rütbələrə qalxırıq və rütbələrə görə əlavə qazancı əldə edirik. Amma bununla yanaşı bizim matrix ağacımız da var. Və bu matrix ağacında heç kimi dəvət etməyən insanın adının altına necə insanlar düşür, indi onu izah eləyirəm. Deməli, qeydiyyat ağacında dedik ki, bizdə limit yoxdur. Kim neçə nəfər qeydiyyat edirsə, qeydiyyat etdiyi bütün şəxslər onun birinci səviyyəsinə düşür. Yəni baxın, 5 dənə adam dəvət edib, 5-i də onun birinci sırasındadır. Bu insanın dəvət etdiyi insan isə onun artıq ikinci sırasındadır da belə. Amma matrix ağacında hər kəsin, bu sizsiz, bu da sizin matrixinizdəki insanlar. Hər kəsin 2 qolu var. Baxın, sizin 2 qolunuz var. Bu partnyorun 2 qolu var. Bu partnyorun 2 qolu var. Buna görə də sizin əgər həm sizin, həm də sizdən yuxarıdakı partnyorun, liderlərin qeydiyyatları 2-dən artıq olanda bu digər qeydiyyatlar 3-cü, 4-cü, 20-ci, digər 2-dən artıq bütün qeydiyyatlar altdakı insanların altına yazılır. Yəni, misal üçün sizin bu 3-cü variantına baxaq. 5 dənə qeydiyyatınız var burada, düzdür? Bu sizsiz. Bu 5 dənə qeydiyyat sizin matrix ağacında, yəni bu qeydiyyat ağacındakı kimi düzülmür. Bu cür düzülür. Bu 5 dənə qeydiyyatın ilk ikisi bura düzüldü, birinci və ikinci adam. Artıq 3-cü adam bura düzülür. Yəni 4-cünü qeydiyyat eləsəz bura. 5-ci bura, 6-cı bura. Elə bir birinci sol tərəfdə olur, sonra hər iki adamın sol tərəfdə olur, sonra isə sağ tərəfdə olur. Yəni matrix ardıcılığı bu cürdür. Və indi ola bilər ki, digər variantda baxaq. Siz 2 nəfər dəvət etdiniz. Bu partnyorlardan biri dəvət etdi, o biri dəvət etmədi və ya bunun bu boşluğu doldu, bu biri boşluğu qaldı. Yəni burada fərqli situasiyalar ola bilər. Bu insanlar dəvət edə bilər, dəvət etməyə bilər. Onların dəvətlərindən asılı olaraq dəyişir. Yəni harda boşluq varsa, hansı sıra ardıcılıqla birinci sol tərəf, sonra sağ tərəf doğru da. Bu ardıcılıqla hansında boşluq varsa, sizin qeydiyyatlarınız və sizdən yuxarıdakı liderlərin qeydiyyatları ora düşür. Və nəzərə alsaq ki, bu insanlardan da axı aralarda 2 nəfər yoxdur, artıq qeydiyyat edən o insanlar olacaq. Misal üçün baxaq bu partnyora. Bu partnyor 4 dənə, 5 dənə qeydiyyat etsə, 20 dənə qeydiyyat etsə, ilk 2 sırası dolur, sonra altda dəvət etdiyi bu partnyorların, bu görsə altda 4 dənə partnyor var. Bu partnyorların altına onun qeydiyyatları düşür. Yəni komandanın bir-birinə dəstəyi var. Komandanın bir-birinə faydası var. Hər 2 qeydiyyatdan, 2 nəfərdən artıq qeydiyyatı olan hər bir partnyorun özündən sonra gələn bütün partnyorlara faydası var. Və matrixdə siz sizdən sonra gələn tutaq ki, bunu siz dəvət etməmisiniz, sizin lideriniz dəvət edib, misal üçün sırf bunu. Bu partnyorun bütün şəxsən dəvət etdiyi insanlar da axı onun matrixinə düşəcək, düzdür? Bu insanın bundan sonra bütün dəvət edəcəyi və dəvət edəcəyi insanların da dəvət edəcəyi insanlar sizin adınızın altına düşür. Yəni bu şəkildə siz qazana bilirsiniz. Həmçinin də təbii ki, sizin öz qeydiyyatlarınızda. Yəni matrix ağacında siz qeydiyyat ağacından fərqli olaraq sadəcə şəxsi dəvətlər və dəvətlərin dəvətləri yox, eyni zamanda sizin adınızın altına düşən insanların, təsadüfən sistem tərəfindən liderlərin qeydiyyatlarından düşən insanların da matrixini, qazancını əldə edirsiniz. Və ola bilər ki, misal üçün bu partnyor sizin şəxsi dəvətinizdir əslində. Siz bu partnyoru özünüz dəvət etmisiniz, amma gəlib matrixdə sizin partnyorunuzun adının altına düşüb. Amma buna baxmayaraq, bəli, bu partnyorunuza, bu partnyor əlbəttə ki, matrix qazancı verəcək və bu partnyorun bundan sonra dəvət edəcəyi partnyorlara verəcək. Amma siz bu insana dəvət etmisiniz deyə, sizin şəxsi referalınızdır deyə, yəni sizin bu qeydiyyat ağacınızda sizin birinci sıranızdakı insanlardan biri, misal üçün bu insandır. Misal üçün bu insandır. Yəni sizin şəxsi, misal üçün bu insandır. Sizin şəxsi dəvətinizdir deyə, matrix ağacında kimin adının altına düşməyinə baxmayaraq, o insana matrix qazancı qazandırmağına, 2,5% matrix qazancı qazandırmağına baxmayaraq, siz o insandan 50% matrix maaşının yarısını götürürsünüz. Yəni matching qazancı götürürsünüz və əlavə olaraq bu insanın dəvət edəcəyi, qeydiyyat ağacındakı bütün dəvət edəcəyi insanlardan əlavə olaraq
10% onların maaşının 10%-ni götürürsüz. Əlavə olaraq həftəlik qazanc götürürsüz. Bu insanın şəxsən özündən 50% və onun dəvətlərindən də 10%. Yəni matriks ağacında sizin adınızın altında, partnyorunuzun adınızın altına düşməyinə baxmayaraq, sizin partnyorunuza dəstək verməyinə baxmayaraq, yenə də onu şəxsən siz dəvət etdiyinizə görə, qeydiyyat ağacında sizin birinci sıranızda olduğuna görə bu insandan sizin şəxsi referalınızdır deyə sizə uyğun qazancları özünüz götürürsüz. Yəni bu qədər ədalətli, sadə və hər kəsi qazandıran sistemdir.